Əziz dinləyicilər və izləyicilər. Əziz izləyicilər və dinləyicilər. Əziz izləyicilər və dinləyicilər. General Hands haqqında məlumat verərdiniz. General Hands Nəcibəlilər Uşaqlara Dəstək İctimai Birliyi fəaliyyətimizi onkologiya və hematologiya şöbəsində müalicə alan uşaqlara mental və psixoloji dəstəklə başladıq. Hər bir insanın həyatında bir an olur ki, o an hər şey dəyişir. Sizdə mərhəmət hərəkəti nə zaman keçdi? Bir hadisə, bir baxış, yoxsa bir səssizlik anı mı idi o? Yəqin ki, səssizlik anı idi. Mən qızımla Almaniyada onkologiya şöbəsində müalicə alarkən qızım bir də baxdım ki, mən orada olan insanlara kömək etməyə başladım. Cansel necə yarandı? Canselin yaranması çox gözəl bir hekayə ilə başladı. Hekayəsi də nə idi ki, mən yəni uşaqlıqdan, yəni əvvəlcədən, yəni kuklaları bəzəməyi sevərdim. Özüm geyimlərimdə sevərdim bir gözəl bir yəni hər hansı bir busalarımı, aksesuarlarımı. Bu brendi quranda hansı hiss sizə yol göstərdi? Ümumiyyətlə bu yolda nə hisslər yaşadınız? Ümumiyyətcə içimdəki hisslər ki, mən bunu bacaracağam və Bu sənətə sizi gətirən əsas səbəb nə oldu? Bu sənətə məni gətirən əsas səbəb bu işə olan sevgim. Özümü anlamağım ki, həqiqətən də mən bu işi sevirəm. İncəsənət sahəsini sevirəm. Elə ürəyimin səsinə qulaq asaraq bu sənətə gəldim. Bu sahəni seçmək üçün sizin üçün qərar idi, yoxsa bir hiss idi? Bu sahəni seçmək mənim üçün əvvəlcə bir hiss idi və hissimdən əmin olduqdan sonra artıq bir qərar oldu.